Hər vaxtınız xeyir, hər birinizi Qadın kanalında xoş gördük. Bugün sizinlə bərabər milçə ilə ən sadə gül və yarpaq toxunuşunu öyrənəcəyik. Gördüyünüz kimi çox kiçik ölçüdə və sadə bir toxunuşdur. Elə özündən göründüyü kimi həqiqətən də toxunuşu da çox sadə və rahatdır. Deməli, gül və yarpaq üçün istənilən sapdan istifadə edə bilərsiniz. Əgər kobud sapdırsa kobud gül alınacaq, nazik, zərif sapdırsa ondan nazik və zərif gül alınacaq. Deməli, sapın heç bir önəmi yoxdur. Ona görə sap və milçə barədə məlumat vermirəm. Ürəyiniz istəyən sapdan və ona uyğun gələn ölçülü mildən istifadə edəcəksiniz. Başlanğıc üçün güldən başlamaq istəyirəm. Gördüyünüz kimi çox sadə bir güldür. Bunun toxunuşu üçün 5 boş ilmə atıram. Adi zəncir toxuyuram 5 ilmədən ibarət. 1, 2, 3, 4, 5. Birinci ilmədən milçəni keçirirəm və 2 ilməni sapla birləşdirirəm. Belə bir dairə əmələ gətirirəm. Dairə mərkəzi boşdur gördüyünüz kimi. 5 boş ilmə atıram. 1, 2, 3, 4, 5. Həmin mərkəzdən milçəni keçirirəm, sapı gətirirəm və ilməni toxuyuram. Yenə 5 boş ilmə atıram. 1, 2, 3, 4, 5. Yenə mərkəzdən keçirdirəm milçəni, sapı gətirirəm və toxuyuram. Yenə 5 boş ilmə atıram, artıq 3-cü dəfə. 2, 3, 4, 5. Eyni qayda ilə mərkəzdən milçəni keçirirəm, toxuyuram. Daha 2 dəfə də eyni halı təkrarlayırıq. 1, 2, 3, 4, 5. Mərkəzdən keçirdirik. 4 oldu. Və nəhayət 5-ci dəfə 5 boş ilmə atırıq. 2, 3, 4, 5. Və yenə onu mərkəzdən keçirdirik. Və toxuyuruq. Məsələn, belə bir şey alındı bizdə. Gördüyünüz kimi, indi biz bunu toxuyub gül formasına salacağıq. Gülün ləçəkləri olacaq. Deməli, bu atdığım 5 boş ilmənin altından keçirdirəm milçəni, sapı gətirirəm, bir adi ilmə toxuyuram. Nakid edirəm, eyni yerdən milçəni keçirirəm, sapı gətirirəm, 3 ilməni birləşdirirəm, yəni yarım sütun toxuyuram. Sonra nakidli sütun toxuyuram eyni yerdən. 1, 2. Sonra 2 nakidli sütun toxuyuram, yəni sapı 2 dəfə doluyuram milçəyə. Əvvəlcə birincini toxuyuram, sonra ikincini və üçüncünü. Və eyni qayda ilə geri qayıdıram. 1 nakidli sütun, yarım sütun və adi ilmə. Bir ləçəyi artıq hazırdır. Gülün indi ikincini də eyni qayda ilə toxuyuruq. Milçəni keçirdirəm, gördüyünüz kimi altından bir adi ilmə. Sonra nakid edirəm, bir yarım sütun toxuyuram. Bir nakidli sütun toxuyuram. 2 nakidli sütun toxuyuram, 1 ədəd. Və yenə geri qayıdıram, 1 nakidli sütun, yarım sütun və bir adi ilmə. Artıq 2 ləçək hazırdır. Deməli, ortada mən 2 nakidli sütun ona görə toxuyuram ki, burada sap çıxdı. 2 nakidli sütun ona görə toxuyuram ki, ləçək gördüyünüz kimi bu formada belə yuxarı mərkəz hissəsi hündür olsun. Yəni, gördüyünüz kimi balacadan böyüyə doğru gedib, belə bu formada yarım dairə formasında olub. Bunda ona görə elə toxuyuruq. Deməli, yenə yandakı ləçəyi, yəni 5 boş ilmənin altını yenə toxuyuruq. 1 adi ilmə, yarım sütun,
nakidli sütun, 2 nakidli sütun, yine geri kaydırıq, nakidli sütun, yarım sütun ve adi ilme. Bu artıq 3-cü ləçək. 4-cü ləçəkdə eyni qayda ilə adi ilmə, yarım sütun bu ardıcıllıqla toxuyursunuz. Nakidli sütun, 2 nakidli sütun, nakidli sütun, yarım sütun ve adi ilmə. Və nəhayət sonuncunda o qayda ilə toxuyuruq. Adi ilməm, yarım sütun, nakidli sütun, 2 nakidli sütun, bir nakidli sütun, yarım sütun ve adi ilmə. Sonra burada birinci ilmədən milçəni keçiririk, sapı gətiririk və sıranı tamamlayırıq. Sapları toxuyanda əvvəldən fikir vermədim, saplar çıxdı, amma onları qayçı ilə kəsəcəyik. Sapın özünü də kəsdim, sapı çıxartdım və sapı gizlətmək üçün ilmələrin arasından keçirdirəm. Bunları siz, bu yarpağı gülü, çantaların, uşaq ördüklərinin, geyimlərin, papaqların, corabların, ümumiyyətlə nə toxusanız, nəyin bəzəyə ehtiyacı varsa, hər bir şeyin üzərinə tikə bilərsiniz. Ən asan başa gələn naxışlardan biridir gül və yarpaq. Eyni zamanda ən məşhur da naxışdır. Yəni ki, hər vəziyyətdə bundan istifadə etmək olur. Sadəcə oğlan geyimlərində istifadə etmək olmur. Başqa hər bir şeydə mümkündür. Və qalan sapı da kəsirik. Artıq saplarını da kəsdim. Və gördüyünüz kimi belə bir sadə gül alınır. Həm sadə, həm çox tez başa gəlir, həm də qəşəng belə çox asan bir gül alındı, bir bəzək əşyası alındı. Və indi artıq gülü toxuduq, çəhrayı sapı kənara qoyuram və yarpağın toxunuşuna keçirik. Yarpağın toxunuşu üçün hər hansı bir yaşıl sapdan istifadə edirsiniz. Burada da sapın önəmi yoxdur. Əsas o da ürəyinizcə olan bir sap olsun. Hansı sapdan istəsəz istifadə edə bilərsiniz. Deməli, bu ölçüdə alınacaq. Mənim yığacağım ilmə sayı ilə. Əgər biraz böyük ölçüdə istəsəz ilmələrin sayını artırın. Deməli, bizə 10 ilmə lazımdır. 2 ilmədə növbəti sıraya keçmək üçün. Ona görə 12 ilmə yığıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yarpağın da toxunuşu gülün naxışları ilə eyni gedəcək. Deməli, 2 boş ilmə bizim, daha doğrusu 11 və 12-ci ilmələr bizim növbəti sıraya keçmək üçün nəzərdə tutduğumuz ilmələrdir. 3-cü ilmədən milçəni keçiririk və bir adi ilmə toxuyuruq. Yanına yenə bir adi ilmə toxuyuruq. Sonra yarım sütun toxuyuruq. Bir nakidli sütun toxuyuruq növbəti ilmədən. 2 nakidli sütun toxuyuruq. Növbəti ilmədən 1, 2, 3. Daha bir nakidli, 2 nakidli sütun. 3 ədəd 2 nakidli sütun toxuyacağıq. Bu artıq ikinci və üçüncü
2 nakidli sütunu toxuyuruq. 1, 2. Və eyni qayda ilə geri qaydırıq. Yəni geri nə mənada? Naxışlar mənasında, ilmələr mənasında. İndi 1 nakidli sütun toxuyuruq. 1 yarım sütun toxuyuruq. Və sonuncu ilmədən 1 adi ilmə toxuyuruq. Belə bir şey alınır. Toxumanı çeviririk. Eyni ilmədən yenə 1 ilmə toxuyuruq. Adi ilmə. Yandakı ilmədən deməli bizə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yandakı ilmədən nakidli yarım sütun toxuyuruq. Üzr istəyirəm. Yarım sütun. Sonra yenə 1 nakidli sütun. Eyni ilə digər tərəfdə olduğu kimi. Və sonra 2 nakidli sütun toxuyuruq. 3 ədəd. 1. Yenə ikinci 2 nakidli sütun. Üçüncü 2 nakidli sütun. Sonra yenə 1 nakidli sütun toxuyuruq. Yarım sütun toxuyuruq növbəti ilmədən. Adi ilmə toxuyuruq. Və bir də ən sondakı ilmədən, yəni mərkəzdə artıq bizdə burada yerləşir. Yenə bir adi ilmə toxuyuruq. Və bu qayda ilə yarpağı tamamlayırıq. Sapı kəsə bilərsiniz artıq. Və indi sapı gizlətmək üçün bu sıra deyil, digər sıranın ilmələrindən sapı keçirdirik. Bu da bizim yarpağın hazır forması. Sadəcə mən bu sapı burada kəsmirəm. Məsləhət görəm ki, onu bu yarpağı istədiyiniz geyimə, aksesuara və yaxud da ki, hər hansı bir toxuma məhsuluna tikəndən sonra kəsəsiz. Və bunu bu qaydada misal üçün göstərirəm sizə. Bu qaydada və yaxud da bu cürə nə cür bəyənsəniz, o cür hər hansı bir geyimin üzərinə tikə bilərsiniz. Mən bunları ayaqlıq deyirlər bəzi zonalarda. Ayaqlıq, corab və s. deyirlər. Onun üzərinə tikəcəm. O videonu isə, onun qaydasının, toxunma qaydasının videosunu isə növbəti videomuzda izləyə bilərsiniz. Növbəti videomuz ayaqlığa həsr olunacaq. Bu da bizim bugünkü videomuz. Əgər razı qaldınızsa o zaman bəyənməyi unutmayın. Siz də toxuyun, sınayın və əl işlərinizi mütləq bizə göndərin. Fikirlərinizi də yazmaqdan çəkinməyin. Növbəti videolarda görüşmək ümidi ilə hələlik.